Bu zəfəri, bu unudulmaz tarixi bizə yaşadan bütün qəhrəmanlarımıza sonsuz təşəkkürümü bildirirəm. Bu yolda can qoyan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Canından keçərək bizim bu zirvələrdə qürurla dayanmağımıza səbəb olan uca ruhların qarşısında baş əyirəm. Bəli, yuxu idi, gerçək oldu. Əlçatmaz, mümkünsüz görünürdü. Azərbaycan oğulları, Ali Baş Komandanın rəhbərliyi ilə xəyalımız reallığa çevrildi. 30 ilə yaxın davam edən ləkəni, canları, qanları bahasına bugün alnımızdan da, tariximizdən də sildilər. Amma biz bir öldüksə min dirildik, bir olduq, dəmir yumruq olduq, şəhid olduq, qazi olduq və nəhayət biz qalib olduq. Önündə diz çöktüyümüz Azərbaycan bayrağını Qarabağın hər qarışında ucaltdıq. Bir gün gələcək dedik. O günün gələcəyinə bütün varlığımızla inandıq. Vətən uğrunda, vətən torpağı üçün böyükdən kiçiyə bir nəfər kimi ayağa qalxdıq. Həmrəy olduq. Bir arzu olub, bir ürəkdə döyündük. Bu arzuya kənd-bəkənd, şəhər-bə-şəhər yaxınlaşdıq. Minlərlə can qurban verdik. Zəfər çaldıq. Bayrağımızı ucaltdıq. Bizi zəfərə aparanları bir an belə unutmadıq. Zəfər dalğasını vətən səmasına yaydıq. Qalib Azərbaycan olduq. Qalibsən, ey vətən, qüdrətlisən, Gülüstansan, azadsan, bölünməzsən, ey vətən. Ey vətən, dağlarına düşən şəhdən çöllər.